isti münasibət göstərməyəndə uşaq öz hisslərində çaşbaş qalır. Həyat yoldaşları bir-biri ilə isti danışanda, o tonlarında sevgi, məhəbbət hiss olunanda bu uşaqların beyinlərinin düzgün inkişaf etməyinə gətirib çıxardır və belə bir uşaqlar ən azı 1 ildən sonra hisslərini idarə edə bilirlər. Sevgi nədir, qorxu nədir, nifrət nədir, bu insanı biz sevirikmi, bundan qorxuruqmu, məyusluq hissi. Yəni valideynlərin qurum ünsiyyəti, emosional boşluğu səbəb olur uşaq ümumiyyətlə bilməsin ki, bu sevir yoxsa qorxur. Bu dəqiqə məyusdur yoxsa başqa bir hissdir. Və ikinci mərhələdə uşaq o hisslərini idarə edə bilmir. Məsələn, buna deyirlər emosional partlayış. Yəni sadə tənqidə insan görürsən ki, kəskin cavab verir. Qəzəblənir, qəzəbini boğa bilmir, onu o dəqiqə göstərir. Uşaqlar deyir o hisslərini boğa bilmirlər. İnsan məna axtarışında adlı suallara daha ətraflı cavab tapmaq istəyirsinizsə, ikinci üzləşmə forumunda iştirak edə bilərsiniz. İkinci üzləşmə forumu 26 aprel Avropa-Azərbaycan məktəbində keçiriləcək. Biletləri iTicket.az saytından əldə edə bilərsiniz. Endirim üçün şərhlərə promokod yazmağı unutmayın.